Kollektorda hava çıxartmaq qaydasını sizlə bölüşmək istəyirəm. Birinci növbədə bütün kranları bağlayırsınız, alt üst və mərhələ şəklində kranları açırsınız. Hal-hazırda mən bir konturu havasını çıxarmışam. İndi keçirim ikinci konturu. Bir kontur havasını çıxardandan sonra tekrar bunu bağlayırsınız. Bu formada. Bunu bağlayayım. Bunu bağlayayım. Diğer kranlarda hamısı bağlı olmalıdır. Diğer kranlarımı artıq bundan qabaq bağlamışam. Şimdi bunu açım. Videomu vereceğim biraz qabağa ki sizi gözlətdirməyim. Sürətini artıracağım. Bu gözü bağlıdır. Bu gözünü açırıq. Bu gözünü açırıq. Və gözləyirik ki bu konturdan bu kranları da açırıq. Şöyle bir ses getdi. Konturdan bütün zolaq boyu konturdan su getdi. Hal-hazırda tefopolu çekmişik. İndi kollektordan havasını çıxardırıq. Bu kollektorun hamısını bir metrajını yazmışam. Gözsüz gəldi. Ama biraz gözsüz havayla gələm. Təmiz gələndən sonra bir adam da qoymalısınız kombinin yanındaki, o kombinin altında olan kran var ya. Çünkü bu tercihden su geldi. Orada kombinin özünde Ataplenya bölgesinde su başlayır aşağı düşmeye. Artık göğsüz su temiz gəlir ve havası çıxır. Buradan bağlayıram. Bunu qoşuram yerinə. Vəssalam. Bunu yerindən qoşundan sonra da xətti açıram. Kranları açıram. Vəssalam. Bu xətti açıram. Sonra digər hissəsinə keçirəm. Təzədən bunları bağlayıram. Belə mərhələ şəkildə. Heç bir problem yoxdur. Bu qayda ilə çıxarda bilərsiniz. Bu olmayanda bir göz hansı yersə tamam havası çıxmayanda bir hissə qızır, bir hissə qızmır.